Kənddə yaşayırsansa və mal-qara saxlayırsansa, məşğul olduğun işlərdən biri də ot sezonu başlaması ilə sentyabr ayının sonuna qədər davam edən biçim yığım prosesidir. Bizim rayonda otu kasilka və rotorla biçirlər. Otu da çaldıranda elə vaxta salasan ki, yağışa düşüb xarab olmasın. Ot biçiləndən sonra 2-3 gün gözləyirsən ki, qurusun. Quruduqdan sonra çox vaxt qrabil vasitəsilə otu orta bir yerə yığırlar ki, istər pres, istərsə də açıq ot gətirəndə asan da olsun. Kənardan maraqlı görünsə də bu iş həddindən artıq çətindir. Əziyyəti çoxdur. İsti hava bir yandan, toz torpaq bir yandan. Həm kənd işi, həm də vlog çəkmək olsun deyib işə davam elədim. Belə videolarımın da davamlı olması üçün paylaşmağı və məni takip etməyi unutmayın. Bizim ərazi balaca olduğundan atamla birgə otu çevirdik ki, altdakı üzü də qurusun. Quruduqdan sonra otu cərgəyə vurub balaca xotullar şəklində preslənmək üçün hazırladıq. Bu işi çox vaxt traktor ilə edirik və az insan əməyi sərf olunur. Keçmişdə də bu aparatlar olmadığından insanlar çox əziyyət çəkərdi. Son nəticə olaraq yığılan xotul və digər yerdə qalan ot pres basan aparatlar vasitəsilə pres halına gətirilir. Ot yaxşı çox olanda kəndçinin üzü gülür. Çünki pres almaq biraz baha başa gəlir. Belə işlərdə cəmaat iməciliyi edir. Qonu qonşu, ya dost tanış, ya da qohum qardaş köməyə gəlir. Bu işdə atamla mənə köməyə bibim oğlu Nail və çoxu vloqlarımdan bildiyiniz canlara dəyən sasedim Ramin gəlmişdi. Ən sonunda preslər lapetə yığılır və evə aparılır. Bu işin də ən çətin hissəsi də burada başlayır. Pres qaldırma çoxlu fiziki güc tələb edir. Evə gətirdiyimiz presi dama yığıb işimizi yekunlaşdırdıq. Qışda yeyəcəyi otun indidən yığıldığını görən inəyimin sevincli baxışları ilə vloqumu yekunlaşdırıram. Növbəti vloqlarda görüşənədək.